Hər kəsə salam. 9-cu sinif test toplusundan short-text işləyərkən nələrə diqqət eləməliyik? Gəlin baxaq. Dear Catherine, əziz Catherine, I'm in Baku now. Mən indi Bakıdayam. I've been here for a week. Mən bir həftədir ki, buradayam. The city is full of tourists. Şəhər turistlərlə doludur. The historical monuments, museums are excellent. Tarixi abidələr, muzeylər möhtəşəmdir. I was in İçərişəhər yesterday. Mən dünən İçərişəhərdəydim. It was fantastic. Bu möhtəşəm idi. But the wind, amma külək. Yəni burada but the wind biraz şikayət mənalıdır. Çünki möhtəşəm idi deyib, sonra but the wind deməyi hər şeyi göstərir. See you soon, John. Tezliklə görüşərik. A variantı. Catherine-ə səyahət elədiyi şəhər haqqında məlumat vermək. Bəli, cavab olur A variantı. B variantı. Verilmiş məlumat üçün təşəkkür eləmək. Xeyr, əksinə məlumat özü verir. C variantı. Küləklə bağlı razılıq ifadə etmək. Xeyr, razılıq deyildi. Əksinə şikayət idi. D variantı. Çox istiliklə bağlı məyusluğunu göstərmək. İstiliklə bağlı cümlə yox idi. D də səhvdir. Y variantı. Tətil üçün Bakıya, Catherine-i Bakıya dəvət eləmək. Təbii ki, yanlışdır. Cavab olur A variantı.